Cavid Hüseynov mətbuat konfransında od püskürdü sözün hər bir mənasında. Mən uşaqlara tapşırmışdım ki, belə oynamaq lazımdır, belə boşluqlar vermək olmaz. Neftçi əlbəttə ki, çətin rəqibdir, Neftçiyə belə boşluqlar verə bilmərik və yenə də həmin o səhvləri elədik. Oyundan sonra da göstərdim ki, bax, gördünüz, mən sizə demişdim bu səhvləri eləmək olmaz. Hər birinci taymdan söhbət gedir, çünki ikinci taymda Səbail mənim gördüyümə görə ikinci hissədə Səbail Neftçidən daha yaxşı. Son saniyələrdə hətta məğlubiyyətdən xilas ola bilərdi. Rıza Cəfərovun fantastik refleksi var. Düzü top deyə bilərik, qapıçının üstünə vurulub, amma qapıçının o reaksiyası 90 üstə 5-ci dəqiqədəki o topa o reaksiyanı göstərmək, ondan savayda Rızanın qurtarışları var idi oyun ərzində. Nəysə, Neftçi 2-1 hesabı ilə qalib gəldi bu öz yerində. Mətbuat konfransında nələr yaşandı. Cavid Hüseynov deyir, mən tək qalmışam, mənə dəstək yoxdur. Sponsor ümumiyyətlə əlini bizdən götürüb. Qışda 2 futbolçu transfer edildi. Yəssiz qalmışıq. Mən təkəm, bilmirəm nə edeyim. Qalib gəlirik, 500 manat premiya mükafat verirlər futbolçulara. Halbuki Kəpəz qalib gələndə əməlli başda pullar qazanırlar. Düzdür, bunun yeri deyil mətbuat konfransı. Bu söhbət 500 manat, 600 manat, 100 manat. Bu söhbətlər mətbuat konfransında danışılmamalıdır. Burada Cavid Hüseynov səhvə yol vermişdi. Amma açıq sözlü olduğunu bir daha nümayiş etdirdi. Mən tək qalmışam, mənə dəstək olan yoxdur. Mən də Azərbaycan futboluna töhfə, xeyir vermək istəyirəm. Komandamız axırıncı yerdədir. Necə olacaq bizim vəziyyətimiz? Yəni yardım eləyən belə yoxdur. Sponsor deyir, əlini çəkib üzərimizdən. Qışda da 2 futbolçu düşünürdük transfer eləyək. O da alınmadı. Bir mənalı olaraq klub rəhbərliyinə üzünü tutdu. Bütün fikirlərini bildirdi və mətbuat konfransından sonra hətta orada bir ifadə də işlətdi ki, mən bununla barışmayacağam, sonuna qədər savaşacağam, döyüşəcəm, çünki iddiam var. Mətbuat konfransı bitdi, 2 saat keçmədi, Səbail klubu rəhbərliyi Cavid Hüseynovu istifaya yolladı və istifaya yollayarkən də səbəb kimi bu çıxışları göstərmədi. Dedi ki, uğursuz nəticəyə görə, Neftçiyə məğlubiyyətə görə və ardıcıl bu uğursuz məğlubiyyətlərə görə Cavid Hüseynovu istifaya göndəririk. Verilişin əvvəlində dedim, toxundum. Bu düzgün yanaşma deyil. Yəni Səbail rəhbərliyi malalamağa çalışır burada. Fakt Cavid Hüseynovun bu çıxışına görə onu çıxartdılar. Onu kimsə sübut edə bilər, Nəyi? Mən dedim axı, bax, Səbailin bilirdi ki, çıxardırlar, ona görə bu çıxış elədi, bu variantda ola bilər. Yenə deyirəm, əgər qarşıdakı oyundan sonra, Kəpəz Səbail maçından sonra uğursuzluq olardısa, istifaya göndərilərdisə, bunu məntiqlə başa düşmək olardı. Neftçi məğlubiyyətindən sonra bu istifanın baş tutması, reallaşması... Niyə sən belə deyirsən? Neftçi ilə Səbailin nə fərqi var? Deyirəm. Sənin əsas rəqibin Kəpəzdir, Sumqayıtdır. Sən əgər son ümid belə deyək kimi Kəpəzlə oyuna baxırsansa və həmin oyunda məğlub olandan sonra demək olar ki, elitadakı yerini itirəcəksənsə, o zaman istifaya göndərilə bilərdin. Bu məntiqlə yanaşıram. Və nəzərə alaq ki, biz nə danışırdıq burada? Cavid Hüseynov üslubu, Cavid Hüseynovun oyuna yanaşması, fərqlilik, Səbail döyüşürdü əməlli başda son oyunlarda. Hətta xallar belə alırdı. Yəni, bu uğursuz nəticə fonunda atılan bir addım deyildi rəhbərlik tərəfindən. Sırf bu çıxışa görə. Od püskürdü və bununla qarşıladı. Özün öz ehtimalla, yəni sənin öz... Ehtimal yox, hamı belə düşünür. Yəni, görünən odur da, deyir. Görünən, məşhur misal var, deyir. Görünən kəndə bələdçi ehtiyac yoxdur. Mən məsəl üçün belə fikirləşirəm ki, tutaq ki, belənsinə açıq bu mətbuat konfransında ürəyindən keçən, içindən gələn o şeyləri deməyində bəlkə də fikirləşirdi ki, məsələn, əvvəlcədən ola bilər ki, deyilsin ki, məsələn, ay Cavid Hüseynov, bu oyun Neftçi ilə qırılma nöqtəsidir, qardaş. Bu oyundan sonra ya qalacaqsan, məğlub olsaq gedəcəksin. O da məğlub olur, məsələn. Fikirləşir ki, onsuz da gedəcək və açıq mətbuat konfransında ürəyindən gələn o sözləri hansı ki, qorxmadan mərd belə hamının qabağında belənsin öz fikirlərini bildirir, deyir. Yəni, o da ürək istəyir, o hər adam onu çıxıb orada elə deyə bilməz. Bunun qarşı tərəfində deyim də, əgər bir futbolçu, bir məşqçi klub tərəfindən uzaqlaşdırılırsa, istifaya göndərilirsə, ortada təzminat söhbəti də var. Düzdürmü? Özün öz xoşunla istifa ərizəsini yazırsansa, həmin o təzminatı almırsan. Bəli. Düzdürmü? Düzdür. Bəlkə də bu amildə ola bilər ki, mən sözümü deyim, ən azı rəhbərliyə
Çox maraqlı fikirdir. Təzminat deyəndə Hansı ilə çatdırım? Yox, mənim bu uğursuzluğun, mənim gəlişimdən sonra Səbailin uğursuzluğunu tək mənim adımla əlaqələndirməsin heç kim. Mətbuat, azarkeşlər filan. Sözümü açıq şəkildə deyim. Xoşları gəlmirsə göndərsinlər, təzminatımı da ödəsinlər. Vəssalam. O söhbət elə odur da. Yəni ki, o bəlkə də hiss edir, bilirdi ki, məsələn göndərəcəklər və içində yığılıb o sakit elə adi özünlə söhbət eləyəndə məsələn münasibətim var da, indi Zavit müəllimlə danışırıq, arada görüşürük. Məsələn, niyə belədir? Deyirəm, ay Zavit müəllim, belə bir komandan vurcu oynayır, nəsə bəxtiniz gətirmir, qol momentlərinə girirsiniz, şanssızlıqdır və yaxud da nədir? İndi mətbuatda o mənə, məsələn, mən yaxın olsam da belə, yəni mən bu şeyləri hansı mətbuatdan, konferansdan bildim belə. Yəni o qırağa, bucağa, yəni komandanın içində baş verən şeyləri zadı heç kim yanında, heç kim nəsə açıqlayıb, nəsə deyən deyil. Nəsə bir belə narazılıq şey eləyən deyil də, yəni ki, bu belədir, bu belədir, bu belədir, problemlər var. Yəni onu heç kim bilmir. Onu mətbuatdan amma bildik ki, məsələn, deyir, mən tək qalmışam. Deməli o dərəcədə baş məşqçi qardaş, sən tək. Patlama gəlib. Ha? Patlama anına gəlib də. Yəni. Yəni ki, o da başa salır, fikrini izah edir. Deyir ki, qardaş, mən qalmışam tək. Mənə dəstək yox. Komanda udur məsələn qalib gəlir $500, 500 manat məsələn şeydir. 500 manat belə baxanda pul deyə qardaş. Kimsə 500 manat maaş alır. Söhbət yox. O deyiləsi yer deyil də mətbuat. Deyiləsi yer deyil, deyiləsi yer. Onu qoyuram qırağa. Hə, onu qırağa qoyuram. Onu qoydum. Qardaş həmkarlarımız var ki, həmin mətbuat konfransında iştirak edən həmkarlarımız var ki, 500 manata ayır. 500 manatı mən onu demək istəyirəm. Yəni 500 burada hamıda bildiyi başa düşür. Maaş alır cəmaət 500 manat. Yəni hamı başa düşür ki, futbolçu o 500 manatdan əlavə maaşı da var, yəni. Bu söhbət premiyadan. O mükafat olmasa ölən deyil acından. Yəni amma məncə ümumiyyətlə Cavidin Sabailə gəlməyi aşıbq idi. Bu mənim fikrimdir. O vaxt keçəndə də bunu demişdim. Yəni baxa bilərsiniz bizim verilişlərə. Olsaydı köməkçi məşqçi işləyirdi qardaş. Şans da yaranır. Deyirlər ki, bəs Zavit müəllim biz səni dəvət eləmək komandaya. Bu da məşqçilik kateqoriyasını oxuyur. Gələcəkdə bu razıyam. Amma sən Qurban Berdiyevin yanında işləməyə başlamışdın. Yəni məncə bir sezonu ən azından işləməliydin ki, yəni baxasan da, yəni bilsən nəyə çıxdı. Mən iki məşq bu Qurbana baxdım, Qurban Berdiyevə baxdım. Ya Qurban deyəndə Qurban fikirləşərlər də. Yəni gəldim, mən sənin məşqə gəldim, 2 dəfə baxdım. Ruslan Əmircanovun məşqlərinə. Ondan sonra gəlirəm özüm futbol məktəbi açıram, görmüşəm də neynir də. Yəni buna düşündü. Bir, ikincisi sezonun əvvəlində belli idi ki, Sabailə Kəpəz. Yəni bu Sabailə hal-hazırda, yəni ondan bu məntiqlə biz barışaq. Mourinho da gəlsə, Sabailə yəni çətin nəsə dəyişsin Sabailə. İndi yaxşı, sənin fikrini mən başa düşdüm, izah elədim, bildim. Yaxşı, bəs mən indi Qurban Berdiyevin yanındayam, köməkçi məşqçiyəm, işləyirəm. Dedim siz onun axırına qədər analiz eləyirəm, bütün məşqləri nətər keçir, necə oynayır, komanda necə rəhbərlik eləyir, hər şeyi praktika keçirəm yanında, doğrudan da onunla futbol sirlərini öyrənirəm. Və sabahlarım bir ildən sonra, 2 ildən sonra komanda məsələn Səbailin vəziyyəti pis idi. Həmin o dönəmdə Zavit Hüseynovu gətirməyib, başqa kimsə məşqçini gətirəcəklər. Qurban Berdiyevin yanında Ruslan Abuşov işləyir. Sən bilsən də mən yəni o şanslar yaranacaq. Zadı olsaydı mən nə? O söhbətə girməyim. Məşqçi işi riskdir. Başa düşürəm. Yəni bu adam bu Şamaxıda işləyib, Cəbrayılda baş məşqçi işləyib. Şanslı gəlib düşüb deyib ki, qardaş mən işləmək istəyirəm, oxuyuram kateqoriyanda. Mən sənə bu situasiyanın başqa tərəfini deyim. Sən qoymursan fikrimi izah eləyim, indi mənə başqa tərəfə vurursan. Sən oturmusan Turanda, düzdür? Qurban Berdiyev kimi məşqçinin yanında otur. Elə adam var ki, razılaşır ondan. Yanında oturum, yanında örgənim, baxım köməkçi kimi işləyim. Elə adam da var ki, deyir, qardaş, mən istəmirəm köməkçi. Mən şans yarar, mən gerim baş məşqçi işləyirəm. Sən Turanda bir dənə Cavid Hüseynov kimi gənc mütəxəssis buna razılaşmayıb gəlib baş məşqçi olmaq istəyir. Bəli. Yunus Hüseynov kimi Azərbaycan futbolunun əfsanəsi Qurban Berdiyevin yardımçısı olmağa razıdır. İndi çünki Yunus Hüseynov bilsən nə fikirləşir? Cavidin fikirləşmədiyi şeyi. Nəyi? Onu deyirdim mən. Sən otur, onu deyirəm də. Hə. Oturmuşsan Qurban Berdiyevin yanında. Bəli. Çox böyük ehtimal ki, birincisi öyrənirsən, futbol sirlərini öyrənirsən. İkincisi çox böyük ehtimal var ki, Avropada oynayacaq, gedib Avropa təcrübəndə olacaq bir məşqçi köməkçisi kimi. Üçüncüsü də ən vacib amil. Sən Qurban Berdiyevin yanında oturmuşsan, onun köməkçisisən.
təbii ki, Qurbanberdiyev ömrünün axırına qədər Toronto-un məşqçisi olmayacaq. 1 il, 2 ildən sonra çıxıb gedəcək. Bu gedəndən sonra da çox böyük ehtimal var ki, hələ sənə ehtimal yoxdur. Bir dəqiqə deyən də niyə görə yoxdur? Onun yerinə gələcək Cavid Hüseynovu qoyacaqlar bu köməkçi, baş məşqçi. İkincisi, əlbəttə Yunus Hüseynov da onu garantiya verir sənə. Komanda klub rəhbəri deyirsən. Özün deyirsən ki, futbolda garantiya yoxdur. Deyirsən ki, bilirəm da. Yəni burada mən dediyim bəlkə gəlib partladacaq deyəcək elə sabahlı mən düzəltdim işləyəcək. Mən dediyim situasiyanın tutma ehtimalı gəlib sabahlıda nəyəsə nail olmaqdan nəsə qazanmaqdan daha şeydir. Bir, ikincisi yenə sezonun ortasında da yox, əvvəlində deyim ki, Araz Naxçıvandan təklif gəldi, Sabahdan təklif gəlib. Sən bilirsən ki, bu komandalar iddialıdır. İddialıdır. Deyirsən ki, mən bu şansı buraxmayım. Birdən mən getmədim ora. Araz Naxçıvan çempion oldu, ya da kuboku götürdü, ya da Avropaya getdi. Oturub başımı divara döyəcəyəm ki, vuracağım ki, şans var idi əlimdə, getmədim. Azərbaycan çempionatında sən özün fikrində, sən bax deyirsən. Yox, mən atamın fikrini deyirəm, öz fikirlərini. Sən öz fikrini deyirsən, izah edirsən ki, sən olsaydın tutaq ki, onun yerində mən belə eləyərdim, gözləyərdim da özün. Bax sən özün məşqçi olsaydın, özün o köməkçi qalacaqdın da, məsələn, belə çıxıb fikrinə ki, Qurbanberdiyevin yanında biraz başqa cürdür. Mən deyim, mən ömür boyu hansı prinsiplə işləmişəm. Sonuncu gedən komandanın lideri olmaqdansa birinci yerdə komandanın adi üzvü olmaq mənim üçün daha məqsədə uyğun olub. Mən komandla oyunçuyam. Onu bildim. Komandada da komandalarda oynamışam. Yəni məndə heç vaxt ambisiya olmayıb ki, hansısa komandada iştirak edirəm. Mən burada hamıya göstərməliyəm ki, tutalım, ssenari mən yazıram, komandanın lideri mənəm. Olmayıb belə şey. Sabah. Bir sən nətərdə Ali futbolda biraz fərqlidir qardaş. Sən gəlib məsələn baş məşqçinin köməkçisi işləyirsənsə, onun böyük təcrübəsi var. Qurbanberdiyevin biz yəni futbol biliyinə, nəsə nəticələrinə yəni belə baxıb, ancaq belə eləyə bilirik. Və onun yanında köməkçi işləmək də doğrudan da yəni şey deyil, plan müəllimi köməkçisiyəm. Sən yəni orada nə ulduzun, nə pagonun düşmür, nə azalmır, rütbən azalmır. Başa düşürsən? Etalon deyil. Fərqli şeylər deyirsiniz ha. İndi qulaq as, nə deyirəm? Bu yaxşılığından sizə pisliyindən da. Yox, onu demirəm. Mən nə deyirəm? Yəni köməkçi, yəni sən işləyə bilərsən. Guardiola'dan, Jürgen Klopp'dan, Ancelotti'dən getmir də qardaş. Qardaşım, Guardiola'nın köməkçisi Azərbaycanlı ola bilər hazırda. Yox, amma Qurbanberdiyev kimi məşqçi gəlib də bura öyrənin də. Öyrənir də. Və söhbət ondan gedir ki, elə adam var, məşqçilər də fərqlidir qardaş, insanlar fərqlidir. Mən işləyirəm yanında 3 ay, 5 ay. Mənim 1 il Paşti Şamaxıda işləyib o, 1 il. Vışşı Liga ən azından təcrübəsi var. 1 il Cəbrayılda işləyib Vışşı Ligada, 2-ci divizionda çıxardıb 1-ci diviziona təcrübəsi var. Və bunun yanında işləyə buna təklif gəlirsə deyirlər, Cavid, səni istəyirik Sabahilə gətirək qardaş. Səni cavansan, perspektivlisən, ambisiozlusan, səni istəyirik bura. Sən özün qərar ver. Ya orada qal, gözlə ginən ki, Qurbanberdiyev sezon bitənə qədər oradadır. Gələn il komanda lap yaxşı düzələcək. Gələn il təzədən yenə oynayacaqlar ki, qalsın burada bizə futbol şeylərini öyrətsin, futbol sirlərini bildirsin. Qurbanberdiyevdən nəsə götürək. Sən qalıb 2 il onun yanında nəsə öyrənib köməkçi kimi. Sabah bunu göndərib gedəndən sonra bax klub rəhbərliyi görəcək ki, Tovuzu daha da biz irəliyə aparmalıyıq. Cavan Cavid Hüseynovu qoyaq Qurbanberdiyevi göndərəndən sonra. Yoxsa gedək təzədən şeyi gətirək. Nədir bu? Krasnodara qayıtdı. Murat Musayevi gətirək. Əgər Avropa nəsə şeyləri istəyir. Həndini evi qaytarır. Yəni sənə garantiya heç kim vermir ki, sən köməkçi ola bu məşqçi buradan gedəndən sonra sənə indi bunu verəcəklər. Hansın ki, Cavid getdiyində yerinə Elvini qoydular müvəqqəti. Mən garantiyadan danışıram. Mən onu demirəm. Yəni buna şans Mənim fikrimcə. Cavid oradan gərək qalardı. Addım atıb da yəni gəlməyə. Söhbətin əvvəlində də Primotkaya basın baxın. Mən məncə dedim. Mən demədim ki, sən deyirsən onu demək. Cavid açıq eləyib. Mən deyirəm məncə eləyib. Mən Cavidin yerinə olsaydım, yəni belə şansı olsaydı, yenə təkrarlayıram. Sən belə eləyərdin. İlk beşlikdə təklif gəlsəydi,
onu dəyərləndirərdim. Amma Sabahil üçün yəni buna dəyməzdi. Sizə təklif gəlmək də absurd bir fikirdir də, yəni. Yəni indi Sabahilə də gələndə yəqin buna nəsə bir vədələr verirlər, komanda belə eləyəcək, yaxşı olacaq, vəziyyəti pis. Cavid ara gedəcək. Cavid heç ara indi. Cavid ara gedəcək. Yəqin qalıb belə ki belə. Bəlkə qayıdacaq təzədən topu. Onun yerinə Elvin Məmmədovdur. Mən götürməzdim onu. Sezonun sezonun ortasında demək olar da. Sezonun ortasında sən öz ambisiyalarına görə, öz şəxsi ambisiyalar sözün yaxşı mənasında təbii ki. Sən məni atırsan yarı yolda, gəlirsən ki, ya davay eyvallah iş üzrə məşğul olun, mən başçı məşğulam. İndi biri var sağollaşanda elə sən deyən kimi sağollaşırsan. Çünki işdən çıxardıblar onu. Getmirsən də işdən çıxardılar. Hə, işdən çıxardılar səni. Gəlirsən deyirsən ki, hə qardaş, fikrim dəyişdi. İnan çapaldı yalan, yəni özüm şey. Yəni belə söhbət yoxdur. İnanmıram Cavid özü qayıtsın ora.